Aparıcı və prodüser Tarıq Əliyev aparıcısı olduğu Tarixin Bir Günü verilişinin canlı efirində diqqət çəkən açıqlama ilə gündəmə gəlib. O bildirib ki, Gürcüstandan naməlum nömrə ilə bir qadın ona zəng edərək ailəsinin dağıldığını iddia edib. Aparıcının sözlərinə görə zəng edən şəxs həyat yoldaşının müğənni Səbinə Selcan tərəfindən ailədən uzaqlaşdırıldığını deyib və kömək istəyib. Tolik eyni məzmunlu zəngin müğənni Zemfira İbrahimovaya da edildiyini vurğulayıb. Aparıcı efirdə məsələ ilə bağlı ehtiyatlı mövqe səsləndirdiyini bildirib. Xanıma dedim ki, bu barədə açıq danışsam, məni məhkəməyə verə bilərlər. Mən məsuliyyət daşıyıram, deyə o qeyd edib. Onun sözlərinə görə zəng edən qadın canlı efirə qoşulmaq istədiyini də bildirib. Tolik çıxışı zamanı bəzi müğənniləri də tənqid edib. O, efirə çıxan sənətçilərin şəxsi həyatları, ailələri barədə məlumatsız olduqlarını, lakin efirdə namus-qeyrət dərsi keçdiklərini iddia edib. Aparıcı həmçinin tamaşaçıların sənətçilərlə bağlı yanaşmasına da toxunaraq, açıq-saçıq geyim mövzusunda iddiaların ünvanının təkcə ifaçılar deyil, onları dəvət edən şəxslər olduğunu vurğulayıb. Sonda Tolik əlavə edib ki, hər bir sənətkarın cəmiyyətdə təsir gücü fərqlidir və hər kəs Zeynəb Xanlarova və ya Flora Kərimova kimi söz sahibi ola bilməz. Cəmaət deyir ki, müğənni kimdir ki, kiməsə nəsə desin. Açıq-saçıq geyinən ifaçıları toyuna çağıran da elə onların özüdür. Hər sənətkar Zeynəb Xanlarova və ya Flora Kərimova deyil ki, nəyisə diktə edə bilsin.